olsun. Bu videoda sizlərə günlük informatika suallarının 30-cu sualının izahını verəcəm. Gəlin sualımıza baxaq. Deməli, bizə belə bir sual nümunəsi verilir. İkili say sistemində ən kiçik 10 rəqəmli ədədin üzərinə 8-li say sistemində rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədi gəlib, onluq say sistemində ifadə etsək, alınan ədədin rəqəmlərinin cəmi neçə olar? Aha. Deməli, bizə deyir ki, ikili say sistemində ən kiçik 10 rəqəmli ədədi tapaq birinci. İkili say sisteminin rəqəmləri hansılardır? 0 və 1 bu ədədlərdən təşkil olunur da ikili say sistemi. Bu durumda ikilidə olan ən kiçik 10 rəqəmli ədəd neçə olacaq? 1 yanında 9 dənə 0 məntiqlə də. Əgər bu iki rəqəmdən təşkil olunursa bir say sistemi, hər hansı bir say sistemi, bunun ən kiçik 10 rəqəmli ədədi 1 yanında 9 0 olacaq. Yazaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, ikiliyin ən kiçik 10 rəqəmli ədədi oldu bu. İndi gələk 8-liyin rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədi. 8-li say sistemində hansı rəqəmlər var? 0-dan ta ki 7-yə qədər, doğrumu? İndi bizə deyir ki, ən kiçik 3 rəqəmli. Ən kiçik deyirsə, bu ədəd 1 ilə başlamalıdır və 3 rəqəmli deyirsə, deməli yanında 2 dənə 0 olmalıdır. İndi bizə deyir ki, rəqəmləri fərqli olmalıdır. Bu, rəqəmləri fərqli olmayan, ümumiyyətlə bütün say sistemlərinin ortaq ən kiçik 3 rəqəmli ədədidir. 100 ədədi. 2-lidə də keçərlidir, 8-lidə də, 10-luqda da, 16-luqda da hamısında. Yəni rəqəmləri belə də təkrarlama məsələsi olmasa əgər ən kiçik 3 rəqəmli ədədi bütün say sistemlərinin olacaq 100. Amma bizə deyir ki, rəqəmləri təkrarlanmasın. Yəni olsun, deməli misal üçün deyirəm 102 bu formada olsun ki, ədədin rəqəmləri fərqli olsun. Əgər 101-i götürəsi olsaq, 1 eyni olacaq. Yenə buradakı şərti ödəməyəcək. Ona görə biz bu ədədi götürməliyik 8-li say sistemində. İndi bu iki ədədi toplayacağıq biz. Daha sonra həmin alınmış ədədi onluq say sistemində ifadə edib, sonra bu ədədin rəqəmlərinin cəmini tapacağıq. İndi ardıcıllığımızı edək bu formada. Biz də bilirik ki, istənilən ədədi, misal üçün 10-luq, 16-lıq olsun, 8-lik olsun, 2-lik, 4-lük fərq eləməz. İstənilən əsaslı ədədi onluq say sisteminə gətirəndə, yəni istənilən say sistemindən onluq say sisteminə keçid edəndə, ədədi soldan sağa doğru əvvəlcə nömrələyib, daha sonra keçirmə prosesini həyata keçiririk vurma vasitəsilə. İndi gəlin bu qaydamıza əsaslanaraq birinci bu ədədimizi onluq say sisteminə gətirək. Deməli, soldan sağa doğru nömrələmə prosesini aparıram. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Daha sonra nə edirik? Ədədin rəqəmini yazırıq, ilk rəqəmini. Vurulmuş, ədədin üzərindəki bu nömrə əsasın qüvvəti olur. Yəni 2 üstü 9 olacaq. Plus ikinci rəqəmini yazıram 0 vurulmuş 2 üstü 8. Plus üçüncü rəqəmi 0 vurulmuş 2 üstü 7. Bu formada ardıcıl sonuncu rəqəmə qədər gəlib çatırıq. Amma mən axıra gəlməyəcəm. Niyə? Çünki bunların hamısı sıfıra vurularaq gedəcək. Bir mənası olmayacaq yazmağın. Yəni burada bir dənə əsas məna kəsb edən bu rəqəm olacaq. Bunun da nəticəsi olacaq 512. Onluq say sistemində. İndi keçirəm növbəti ədədini çevirməyə. Belə bir ədəd verilib mənə yenə 8-likdə 0, 1, 2. İndi bunu yazaq. Deməli, ədədin özünü yazıram. Vurulmuş. Bu ədəd say sisteminin əsasının qüvvətinə gələcək. Yəni 8-in kvadratı plus 0-ı yazım yenə. Eyb yox, tam aydın şəkildə görək. 8 üstü 1 plus 2 vurulmuş 8 üstü 0. Burada 8-in kvadratı eləyəcək 64. Bu 0-a vurulacaq, gedəcək. 8 üstü 0 ümumiyyətlə yada saxlayaq. N üstü 0 mənə nəticə 1 verəcək. Yəni bu istər N-in yerinə 8 olsun, istər 1000 olsun, fərq eləmir. Ədəd üstü 0 varsa, deməli nəticəmiz 1 olacaq. Deməli, bu olacaq 1. 2 dəfə 1 də eləyəcək 2. Bu durumda neçə olacaq? 64 plus 0 plus 1. Üzrsən 2. Bu da eləyəcək 66. Bu da onluq say sistemində oldu. 512 də onluq say sistemində oldu. İndi mənə deyir ki, alınmış ədədi topla, sonra rəqəmlərin cəmini, nəticəsini əldə et. Deməli, 512 ilə də mən adi bildiyimiz riyazi formada 66 ədədini onluq say sistemində toplasam, 578 ədədini almış oluram. Və daha sonra bizə deyir ədədin rəqəmlərinin cəmi necə olacaq? Yəni 5 plus 7 plus 8. Ədədin rəqəmləri cəmi 20 alınmış olacaq. Cavabımız olacaq C variantı. Ümid edirəm aydındır. Yenidən izah verim tam ümumi. İkili say sistemində birinci ən kiçik rəqəmli ədəd tapdım. 8-li say sistemində rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədəd tapdım. Hər ikisini bu formada onluq say sisteminə gətirdim və onluq say sistemində adi bildiyim riyazi qayda ilə hər iki ədədi topladım və nəticəni 578 aldım. Daha sonra da ədədin rəqəmlərinin cəmini tapıb 20 nəticəsini əldə eləmiş oldum. Cavabımız olacaq C variantı. Bu qədər.